Deyirlər ki, krem bronzerın üzərinə Rodun bu parlaq südünü əlavə etdikdə bu formada bronzerınız quruyubsa, çox qəşəng yumuşalır, təbii parlaq bir görüntü verilmiş. Yoxlayaq. Düşünürəm ki, tamamilə haqlıdırlar. Bu görüntüyə bir dənə baxın. Burada yoxdur heç nə. Normalda məndə olan Chanel'in bu krem ənliyidir. Üzə vurduqda biraz daha tünd, qatı bir məhsul olur. Ancaq bunun ilə etdikdə çox yüngül və təbii görüntülü bir bronzer olurmuş. Üstəlik bunu təkcə yanaqlara yox, eyni zamanda konturlama üçün də istifadə etmək olar. Bir dənə tonun gözəlliyinə baxın. Hər ikisi işə yaradı. Bunu bir dənə krem ənlikdə də yoxlayaq. Kiko'nun belə bir krem ənliyi var. Bu tonunu da yoxlayacağım. Çox az. Həm bronzer, həm ənlik çox təbii bir görüntü yaratdı. Üzümdə sadəcə bronzer, ənlik var. Tonal krem yoxdur. Parlaq və çox fresh bir görüntü oldu. Bu qədər gözləmirdim. Krem highlighter'ım yoxdur, yoxsa onu da yoxlayardım.